Qoç. Bugün planetlerin düzülüşü size qeyri-adi bir enerji bəxş edir və içinizdəki lider ruhu bütün gün boyu özünü göstərəcək. Səhər saatlarında qərar qəbul etmək adətkindən daha asan olacaq, çünki zehniniz aydın və fokuslanmış vəziyyətdədir. İş yerində uzun müddətdir gözlədiyiniz bir təklif və ya fürsət qarşınıza çıxa bilər, ona görə də diqqətli olun. Maliyyə məsələlərində bugün ehtiyatlı davranmaq tövsiyə olunur, çünki tələsik qərarlar sonradan peşmançılığa səbəb ola bilər. Şəxsi münasibətlərdə açıq danışmaq indi hər zamankından daha vacibdir, gizlədilən fikirlər gərginlik yarada bilər. Enerjiniz yüksək olsa da bədəninizi həddindən artıq yormamağa çalışın. Günün ikinci yarısında yaradıcı fikirlər başınıza gələcək, onları dərhal qeyd etməyi unutmayın. Ailə üzvləri ilə əlaqələr bugün xüsusi bir istilik qazana bilər. Kimsə sizdən köhnə bir borcu geri istəyəcək, bu barədə sakit reaksiya verin. Sərgüzəşt hissi güclənəcək və səyahət planları barədə düşünməyə başlaya bilərsiniz. İş yoldaşlarınızla əməkdaşlıq bugün adətkindən daha səmərəli olacaq. Kiçik bir fiziki fəaliyyət, gəzinti və ya idman, əhval-ruhiyyənizi əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bəzi köhnə narahatlıqlar birdən-birə əhəmiyyətini itirəcək kimi görünür. Rəqiblərinizlə müqayisədə üstünlüyünüzü hiss edəcəksiniz, amma təvazökarlığı unutmayın. Axşam saatlarına doğru rahatlamaq üçün vaxt ayırmağınız tövsiyə olunur. Sevgi həyatında olanlar üçün romantik bir sürpriz gözlənilir. Subay olanlar isə gözlənilməz yerdə maraqlı bir tanışlıqla qarşılaşa bilər. Diqqətinizi cəlb edən bir xəbər sizi düşündürəcək, amma tələsik nəticə çıxarmayın. Bugünkü ən böyük gücünüz qətiyyətiniz olacaq, ondan düzgün istifadə edin. Kiçik məsələlərə görə əsəbləşməkdən çəkinin, enerjinizi daha vacib şeylərə saxlayın. Buğa. Bugün sabitlik axtarışınız sizi düzgün istiqamətə aparacaq və maddi məsələlərdə xoş xəbərlər ala bilərsiniz. Səbriniz bugün ən böyük silahınız olacaq, çünki bəzi işlər gözlədiyinizdən daha yavaş irəliləyə bilər. Ev və ailə mövzuları diqqət mərkəzində olacaq, xüsusilə yaxın qohumlarla əlaqədar bir məsələ həll oluna bilər. İş yerində sizin əməksevərliyiniz nəhayət lazımi şəkildə qiymətləndiriləcək. Maddi planlaşdırma üçün əlverişli bir gündür, xüsusilə uzun müddətli investisiyalar barədə düşünürsünüzsə. Gündəlik rutinlərdən kənara çıxmaq sizə yeni ilhamlar gətirə bilər. Kimsə sizə praktiki bir məsləhət verəcək, onu ciddi qəbul etməyə dəyər. Zövqünüzə uyğun gözəl bir şey almaq istəyi güclənəcək, amma büdcənizi unutmayın. Emosional cəhətdən özünüzü sakit və tarazlı hiss edəcəksiniz. Yaxın dostla söhbət sizə gözlənilməz bir aydınlıq gətirəcək. İş yoldaşları ilə kiçik fikir ayrılığı yaşana bilər, amma bu ciddi münaqişəyə çevrilməyəcək. Təbiətlə əlaqə qurmaq, bağda vaxt keçirmək və ya gəzintiyə çıxmaq ruhunuzu dinləndirəcək. Bugün qərarlarınızda inadkarlıq etməkdənsə çeviklik göstərmək daha faydalı olacaq. Yemək və dad zövqünüz bugün xüsusilə güclü olacaq, özünüzə kiçik bir keyf edə bilərsiniz. Uzun müddətdir planlaşdırdığınız bir layihəyə start vermək üçün əlverişli enerji var, sevgilinizlə münasibətlərdə daha çox zərafət və rahatlıq hiss edəcəksiniz. Subay buğalar üçün tanışlıq ehtimalı gündəlik rutin fəaliyyətlər zamanı yarana bilər. Əkizlər. Bugün zehniniz adətkindən daha sürətli işləyəcək və bir çox fikir eyni anda başınıza axışa bilər. Ünsiyyət bacarıqlarınız bugün ön plana çıxacaq, mühüm bir söhbət və ya danışıq uğurla nəticələnə bilər. Yeni məlumat almaq istəyi güclü olacaq, kitab oxumaq və ya kurs barədə düşünmək arzunuz ola bilər. İş yerində çoxsaylı tapşırıqları eyni vaxtda idarə etmək bacarığınız diqqəti cəlb edəcək. Amma diqqətinizin dağınıq olmaması üçün prioritetləri müəyyən etmək vacibdir. Sosial dairəniz genişlənə bilər, yeni tanışlıqlar maraqlı ola bilər. Yaxın dostlarınızla zarafat və gülüş dolu anlar yaşayacaqsınız. Bəzi qərarsızlıq hissi sizi narahat edə bilər, amma intuisiyanıza güvənin. Texnoloji vasitələrdən istifadə edərək işinizi asanlaşdıra bilərsiniz. Ailə üzvləri ilə əlaqədə kiçik yanlış anlaşılma ola bilər, açıq danışmaq problemi həll edəcək. Yaradıcı layihələr üçün ilham gündüz saatlarında xüsusilə güclü olacaq. Səyahət və ya qısa bir gəzinti planları sizə enerji verəcək. Maliyyə mövzusunda diqqətli olmaq, xüsusilə kiçik xərcləri izləmək faydalı olacaq. Sevgi münasibətlərində əyləncəli və yüngül bir gün gözləyir sizi. Subay əkizlər üçün onlayn platformalar vasitəsilə maraqlı tanışlıq mümkündür.
Bugün eşitdiyiniz bir xəbər planlarınıza təsir edə bilər, amma bu müsbət istiqamətdə olacaq. Fiziki fəaliyyət zehninizi sakitləşdirməyə kömək edəcək. Kiminsə sizə etimad göstərməsi özünüzü daha dəyərli hiss etdirəcək. Axşam vaxtınızı sevdiklərinizlə keçirmək ruh halınızı yüksəldəcək. Xərçəng. Bugün duyğusal dünyanız xüsusilə zəngin olacaq və içinizdəki hisslər adətkindən daha güclü şəkildə üzə çıxacaq. Ailə və ev mövzuları diqqət mərkəzində qalmaqda davam edir. Yaxınlarınızla keçirdiyiniz vaxt sizə rahatlıq gətirəcək. Keçmişlə bağlı bir xatirə bugün yenidən canlana bilər və sizi düşündürə bilər. İş yerində həssaslığınız sizə üstünlük qazandıra bilər, çünki başqalarının ehtiyaclarını daha yaxşı anlayırsınız. Maliyyə vəziyyətinizdə sabitlik hissi güclənəcək, xüsusilə əvvəllər etdiyiniz planlaşdırma öz bəhrəsini verəcək. Kimsə sizdən emosional dəstək istəyəcək və siz onun üçün ən yaxşı köməkçi olacaqsınız. Öz hisslərinizi ifadə etmək bugün adətkindən daha asan olacaq. Yaradıcılıq və incəsənətlə məşğul olmaq ruhunuzu qidalandıracaq. Ev təmizliyi və ya yenidən qurma ilə bağlı istək güclənə bilər. Yaxın dostla dərin bir söhbət sizə yeni perspektiv verəcək. Bəzən həddindən artıq həssas olmağınız başqalarını çaşdıra bilər, tarazlığı qorumağa çalışın. Sevgi münasibətlərində daha dərin bağlılıq hissi yaranacaq. Subay xərçənglər üçün ailə dairəsində və ya tanışlar vasitəsilə maraqlı görüş mümkündür. Yuxu rejiminizə diqqət etmək bugün xüsusilə vacibdir. Kiçik bir hədiyyə və ya diqqət əlaməti sizi çox sevindirəcək. İş yükünüz ağır görünsə də öhdəsindən layiqincə gələcəksiniz. Su ilə bağlı fəaliyyətlər, üzgüçülük, dənizkənarı gəzinti sizə xüsusi rahatlıq verəcək. Maddi qənaətçilik bugün ağıllı seçim olacaq. Özünüzə vaxt ayırmaq və dincəlmək bugün zəruridir. Gün sonunda ailənizlə keçirdiyiniz anlar ən dəyərli xatirə olacaq. Şir. Bugün özünə güvəniniz adətkindən daha parlaq şəkildə üzə çıxacaq və ətrafınızdakılar bunu dərhal hiss edəcək. Liderlik keyfiyyətləriniz iş yerində diqqəti cəlb edəcək, mühüm bir layihədə sizə məsuliyyət verilə bilər. Yaradıcılıq enerjiniz bugün xüsusilə güclüdür, sənətlə və ya hobbi ilə məşğul olmaq sizə böyük məmnunluq gətirəcək. Sosial mühitdə diqqət mərkəzində olmaq sizə xoş gələcək, amma təvazökarlığı unutmamaq faydalı olar. Maliyyə məsələlərində bugün cəsarətli addımlar atmaq istəyiniz ola bilər, amma balanslaşdırılmış qərar verməyə çalışın. Ailə üzvləri ilə isti və səmimi anlar yaşayacaqsınız. Kimsə sizin köməyinizə ehtiyac duyacaq və siz cömərtliklə əlinizi uzadacaqsınız. Sevgi həyatınızda romantik və ehtiraslı bir dalğa hiss ediləcək. Subay şirlər üçün ictimai tədbirlərdə maraqlı tanışlıq ehtimalı yüksəkdir. İş yoldaşlarınızla əməkdaşlıq bugün xüsusilə uğurlu olacaq. Fiziki görünüşünüzə diqqət etmək istəyi güclənəcək, geyim və ya saç dəyişikliyi barədə düşünə bilərsiniz. Kiçik tənqidlərə qarşı həssaslığınızı azaltmağa çalışın, hər fikir sizə qarşı yönəlməyib. Uşaqlarla və ya gənclərlə ünsiyyət sizə xüsusi sevinc gətirəcək. Günün ikinci yarısında enerjinizin bir qədər azalması normaldır, dincəlməyi unutmayın. Dostlarınızla əylənməyə vaxt ayırmaq ruhunuzu yüksəldəcək. İş yerindəki bir təklifi qəbul etməzdən əvvəl ətraflı düşünün. Səxavətiniz bugün sizə qarşılığında sevgi və hörmət qazandıracaq. Yeni bir hobbi başlamaq üçün əlverişli bir gündür. Özünüzü ifadə etmək bacarığınız başqalarına ilham verəcək. Axşam saatları isti və rahat ab-havada keçəcək. Gün sonunda özünüzü güclü və dəyərli hiss edəcəksiniz. Qız. Bugün analitik düşüncə tərziniz sizə böyük fayda verəcək və mürəkkəb məsələləri asanlıqla həll edə biləcəksiniz. Təfərrüatlara diqqətiniz iş yerində xüsusilə qiymətləndiriləcək, kiçik bir səhvi vaxtında aşkar edərək böyük problemin qarşısını ala bilərsiniz. Gündəlik rutininizi yenidən nizamlamaq istəyi güclənə bilər, bu da məhsuldarlığınızı artıracaq. Sağlamlığınıza diqqət etmək bugün xüsusilə vacibdir, düzgün qidalanma və istirahət balansını qorumağa çalışın. Maliyyə planlaşdırmasında dəqiqliyiniz sizə uzun müddətli fayda gətirəcək. Ailə üzvləri ilə praktiki məsələlər barədə söhbət faydalı nəticələr verəcək. Kimsə sizdən məsləhət istəyəcək və siz ona ən düzgün yol göstərəcəksiniz. Özünüzə qarşı tələbkarlığınız bəzən həddindən artıq ola bilər, özünüzə qarşı biraz mərhəmətli olun. Yeni bir bacarıq öyrənmək və ya kurs başlamaq üçün əlverişli enerji var, iş yoldaşlarınızla əməkdaşlıqda təşkilatçılıq qabiliyyətiniz önə çıxacaq.
Sevgi münasibətlərində sabitlik və etibarlılıq hissi güclənəcək. Subay qızlar üçün iş və ya təhsil mühitində maraqlı tanışlıq mümkündür. Ev işlərini nizamlamaq və ya təmizlik etmək sizə daxili rahatlıq gətirəcək. Kiçik bir sağlamlıq narahatlığı diqqətinizi çəkə bilər, amma ciddi bir şey deyil. Dostlarınızla praktik bir məsələdə əməkdaşlıq faydalı olacaq. Zehniniz bugün çox məşğul olacaq, ona görə də rahatlamaq üçün vaxt ayırmağı unutmayın. Kitab oxumaq və ya yeni məlumat toplamaq sizə həzz verəcək. Bəzi planlarınızı yenidən nəzərdən keçirmək zərurəti yarana bilər. Təbiətlə əlaqə qurmaq zehninizi sakitləşdirəcək. Gün sonunda gördüyünüz işlərdən razılıq hissi keçirəcəksiniz. Tərəzi. Bugün harmoniya axtarışınız həm şəxsi, həm də peşəkar həyatınızda özünü göstərəcək. Münasibətlərdə tarazlıq yaratmaq bacarığınız ətrafınızdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Estetik zövqünüz bugün xüsusilə güclüdür, ev dekorasiyası və ya geyim seçimində yaradıcı qərarlar verə bilərsiniz. İş yerində danışıqlar aparmaq lazım gələrsə, diplomatik yanaşmanız uğur gətirəcək. Sosial əlaqələriniz bugün genişlənə bilər, yeni və maraqlı insanlarla tanış ola bilərsiniz. Qərarsızlıq hissi bəzən sizi çətinliyə sala bilər, amma sonda düzgün seçim edəcəksiniz. Ailə üzvləri ilə ədalətli bir həll yolu tapmaq üçün yaxşı bir gündür. Sevgi münasibətlərində romantika və incəlik hiss ediləcək. Subay tərəzilər üçün mədəni tədbirlərdə maraqlı tanışlıq ehtimalı var. Maliyyə məsələlərində tərəf-müqabil balans qurmaq vacibdir. Həddindən artıq xərcləməkdən çəkinin. Dostluq əlaqələriniz bugün xüsusi istilik qazanacaq. Kimsə ilə fikir ayrılığı yaşasanız belə, sakit və nəzakətli davranışınız münaqişəni həll edəcək. Sənət və musiqi ilə məşğul olmaq ruhunuzu qidalandıracaq. İş yoldaşlarınızla komanda işi bugün xüsusilə səmərəli olacaq. Ədalət hissi güclü olduğu üçün haqsızlığa qarşı səsinizi ucaldacaqsınız. Gözəllik və özünəqulluq üçün vaxt ayırmaq sizə xoş gələcək. Uzun müddətdir gözlədiyiniz bir görüş və ya tədbir bugün baş tuta bilər. Özünüzü başqalarının gözü ilə deyil, öz dəyərlərinizlə qiymətləndirməyə çalışın. Axşam saatları rahat və xoş söhbətlərlə keçəcək. Əqrəb. Bugün daxili intuisiyanız adətkindən daha güclü işləyəcək və hisslərinizə güvənmək sizə düzgün istiqamət göstərəcək. Dərin və mənalı söhbətlər bugün sizə xüsusi məmnunluq gətirəcək, səthi ünsiyyətdən uzaq durmaq istəyəcəksiniz. İş yerində strateji düşüncə qabiliyyətiniz önə çıxacaq, mürəkkəb bir məsələni həll etmək üçün yaradıcı yol tapa bilərsiniz. Maliyyə vəziyyətinizdə gizli qalan bir məsələ aydınlığa qovuşa bilər. Ailə üzvləri ilə münasibətlərdə dərin bağlılıq hissi güclənəcək. Kimsə sizə etibar edərək sirrini paylaşacaq, bunu ciddiyyətlə qoruyun. Sevgi münasibətlərində ehtiraslı və dərin bir əlaqə hiss ediləcək. Subay əqrəblər üçün gözlənilməz bir yerdə cazibədar tanışlıq mümkündür. Özünüzü dəyişdirmək və ya yeni başlanğıc etmək istəyi bugün güclü olacaq. Güc mübarizəsindən qaçmaq əvəzində əməkdaşlığa üstünlük vermək daha faydalı olacaq. Dostlarınızla keçirdiyiniz vaxt sizə emosional dəstək verəcək. Bəzi köhnə yaralar bugün yenidən üzə çıxa bilər, amma bu şəfa prosesinin bir hissəsidir. İş yoldaşlarınızla əməkdaşlıqda sirli və nüfuzlu duruşunuz diqqəti cəlb edəcək. Maddi planlaşdırmada uzun müddətli düşünmək bugün ağıllı seçim olacaq. Özünüzə qarşı daha səmimi olmağa çalışın, maskalarınızı biraz aşağı endirin. Fiziki fəaliyyət daxili gərginliyinizi azaltmağa kömək edəcək. Kiminsə sizə göstərdiyi sədaqət sizi təsirləndirəcək. Axşam saatları dərin düşüncələr və rahatlıqla keçəcək. Gün sonunda güclü və transformasiyaya hazır hiss edəcəksiniz. Oxatan. Bugün nikbinliyiniz və macəra ruhunuz ətrafınızdakıları da özünə cəlb edəcək. Yeni təcrübələrə açıqlığınız sizə gözlənilməz fürsətlər gətirə bilər, xüsusilə səyahət və ya təhsillə bağlı mövzularda. İş yerində geniş perspektivli düşüncəniz qiymətləndiriləcək, böyük şəkildə düşünmək bacarığınız diqqəti cəlb edəcək. Fəlsəfi və mənəvi mövzulara marağınız bugün güclənə bilər, dərin düşüncələrə dalmaq istəyəcəksiniz. Maliyyə mövzusunda nikbinliyiniz bəzən həddindən artıq risk almağa gətirib çıxara bilər, ehtiyatlı olun. Ailə üzvləri ilə keçirdiyiniz vaxt sizə sevinc gətirəcək. Kimsə sizə maraqlı bir təklif edəcək, açıq fikirlə dinləməyə dəyər. Sərbəstlik hissi güclü olduğu üçün məhdudlaşdırıcı vəziyyətlərdən qaçmaq istəyəcəksiniz.
Sevgi münasibətlərində əylənməyə və birgə macəra yaşamağa üstünlük verəcəksiniz. Subay ox atanlar üçün səyahət zamanı və ya yeni mühitdə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Dostlarınızla gülüş və pozitiv enerji dolu anlar yaşayacaqsınız. Yeni bir dil öyrənmək və ya xarici mədəniyyətlə tanış olmaq istəyi güclənə bilər. İş yoldaşlarınızla əməkdaşlıqda coşqunuz onları da ruhlandıracaq. Bəzən çox danışdığınızı hiss edə bilərsiniz, dinləməyə də vaxt ayırın. Fiziki fəaliyyət və açıq havada vaxt keçirmək sizə xüsusi enerji verəcək. Planlaşdırmadığınız bir hadisə günü daha maraqlı edəcək. Həqiqəti axtarmaq istəyiniz bugün xüsusilə güclü olacaq. Axşam saatları əyləncəli və sərbəst ab-havada keçəcək. Gün sonunda həyatın gözəlliklərinə görə minnətdarlıq hissi keçirəcəksiniz. Oğlaq. Bugün məqsədyönlülüyünüz və intizamınız sizi digərlərindən fərqləndirəcək, uzun müddətdir işlədiyiniz bir layihə nəhayət nəticə verməyə başlayacaq. İş yerində məsuliyyət hissiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək, bəlkə də yeni vəzifə təklifi ilə qarşılaşa bilərsiniz. Maliyyə planlaşdırmasında sizin praktik yanaşmanız bugün xüsusilə faydalı olacaq. Səbriniz sınağa çəkilə bilər, amma nəticədə haqlı çıxacaqsınız. Ailə üzvləri ilə münasibətlərdə sabitlik və dəstək hissi güclənəcək. Kimsə sizdən vaxtınızı tələb edəcək, prioritetlərinizi düzgün müəyyən etmək vacibdir. Uzun müddətli hədəflərinizə doğru kiçik, amma əhəmiyyətli addım ata biləcəksiniz. Sevgi münasibətlərində ciddiyyət və sadiqlik hiss ediləcək. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi tədbirlərdə maraqlı tanışlıq mümkündür. Özünüzə qarşı həddindən artıq tələbkar olmaqdan çəkinin, kiçik uğurları da qeyd etməyi unutmayın. Dostluq əlaqələriniz sadə, amma dərin anlarla zənginləşəcək. İş yükünüz ağır görünsə də təşkilatçılıq bacarığınız hər şeyi yoluna qoyacaq. Fiziki sağlamlığınıza diqqət etmək, xüsusilə oynaqlar və sümüklər, bugün vacibdir. Kiçik bir maliyyə qənaəti gələcəkdə böyük fayda verəcək. Köhnə bir dostla əlaqə yenidən qurula bilər. Özünüzə qarşı bir az yumşaqlıq göstərməyi unutmayın, hər şey nəzarətinizdə olmaq məcburiyyətində deyil. Axşam saatları sakit və məhsuldar keçəcək. Gün sonunda əldə etdiyiniz irəliləyişdən qürur duyacaqsınız. Dolça. Bugün orijinal düşüncə tərziniz sizi ətrafınızdakilardan fərqləndirəcək və yeni ideyalarınız böyük maraqla qarşılanacaq. Sosial dairəniz genişlənə bilər, qrup fəaliyyətləri və ya icma layihələri sizə xüsusi enerji verəcək. İş yerində yenilikçi yanaşmanız diqqəti cəlb edəcək, adət olunmuş üsullardan fərqli həll yolları təklif edə bilərsiniz. Dostluq əlaqələriniz bugün xüsusi əhəmiyyət kəsb edir, uzaq bir dostla əlaqə yenidən qurula bilər. Azadlıq hissiniz güclənəcək, məhdudlaşdırıcı vəziyyətlərdən uzaq durmaq istəyəcəksiniz. Maliyyə mövzusunda qeyri-adi, amma perspektivli bir fürsətlə qarşılaşa bilərsiniz. Ailə üzvləri ilə fərqli fikirlər ola bilər, amma açıq düşüncəniz kompromis tapmağa kömək edəcək. Texnologiya və elmi mövzulara marağınız bugün xüsusilə artacaq. Sevgi münasibətlərində sərbəstlik və dostluq üzərində qurulmuş yaxınlıq hiss ediləcək. Subay dolçalar üçün onlayn platformalar və ya sosial tədbirlər vasitəsilə maraqlı tanışlıq mümkündür. Humanitar məsələlərə marağınız güclənəcək, kiməsə kömək etmək istəyi yarana bilər. Bəzən həddindən artıq inadkar görünə bilərsiniz, çevik olmağa çalışın. Yaradıcı layihələr üçün ilham gündüz saatlarında xüsusilə güclü olacaq. İş yoldaşlarınızla əməkdaşlıqda komanda ruhu önə çıxacaq. Gələcək planları barədə düşünmək sizə həvəs verəcək. Kiçik bir sürpriz xəbər əhval-ruhiyyənizi yüksəldəcək. Öz fərdiliyinizi qorumaqla yanaşı, başqalarının fikirlərinə də açıq olun. Axşam saatları dostlarla və ya maraqlı söhbətlərlə keçəcək. Gün sonunda özünüzü azad və ilhamlanmış hiss edəcəksiniz. Balıqlar. Bugün həssaslığınız və intuisiyanız adətkindən daha güclü işləyəcək, ətrafınızdakı insanların hisslərini dərindən anlayacaqsınız. Yaradıcılıq və xəyal gücünüz bugün xüsusilə zəngindir, sənətlə məşğul olmaq sizə böyük məmnunluq gətirəcək. İş yerində empatiyanız komanda ruhuna müsbət təsir göstərəcək. Yuxularınız bugün adətkindən daha canlı ola bilər, onlara diqqət etmək maraqlı ola bilər. Maliyyə mövzusunda biraz xəyalpərəst yanaşma riskli ola bilər, real planlaşdırmaya üstünlük verin. Ailə üzvləri ilə emosional bağlılıq bugün xüsusilə güclü hiss ediləcək.
Kimsə sizdən mənəvi dəstək istəyəcək, siz ona ən şəfqətli şəkildə kömək edəcəksiniz. Musiqi və ya su ilə bağlı fəaliyyətlər ruhunuzu sakitləşdirəcək. Sevgi münasibətlərində dərin və romantik bir bağlılıq hiss ediləcək. Subay balıqlar üçün sənət və ya mənəvi tədbirlərdə maraqlı tanışlıq mümkündür. Özünüzü başqalarının problemlərinə çox həsr etməkdən çəkinin, öz sərhədlərinizi qorumağı unutmayın. Dostlarınızla keçirdiyiniz vaxt sizə xüsusi rahatlıq gətirəcək. Bəzən reallıqdan qaçmaq istəyi yarana bilər, amma məsələlərlə üzləşmək daha faydalıdır. İş yoldaşlarınızla əməkdaşlıqda yaradıcı töhfələriniz diqqəti cəlb edəcək. Meditasiya və ya sakit düşüncə anları bugün sizə xüsusi fayda verəcək. Kiçik bir sürpriz jest sizi çox sevindirəcək. Özünüzə qarşı mərhəmətli olmağı unutmayın, hər zaman güclü görünmək məcburiyyətində deyilsiniz. Axşam saatları rahat və düşüncəli ab-havada keçəcək. Gün sonunda daxili sülh və şəfqət hissi sizi müşayiət edəcək.